boyunuz 1.85'dən yuxarıdırsa, bu maşını almaq məsləhət görülmür. İndiyə qədər heç bir ustaya getməmişəm. 200 min civarında getmiş bir maşın düşünmədən almaq olar. Bu maşının bir dənə mənfi xüsusiyyəti var. Mən bu qədər istifadədə görmüşəm. Arxa sidenyada yer çox azdır. Salam olsun hər kəsə. Bugün 2009-cu ildə istehsal olunsa da, hal-hazırda dünyanın ən ekonom maşınları ilə rəqabət aparmağı bacaran Honda Insight modelinin 2009-cu il buraxılışı olan bir maşını təqdim etmək istəyirəm. Kim özünə ekonom, qənaətçil, keyfiyyətli, yaxşı və ucuz bir maşın axtarırsa, Honda Insight təklif olunan Azərbaycan bazarında ən gözəl modellərdən biridir. Düzdür, Prius hibrid modellər arasında ən yaxşılardan sayılsa da, amma Insight onunla rəqabət aparan ən böyük, ən güclü versiyadır, modeldir. Deməli, bunun özəllikləri, üstünlükləri, Prius'tan zəif cəhətləri, üstün cəhətləri nədir? Bunu niyə almalıyıq? Bu maşın bizə lazımdırmı? Onun haqqında biraz danışaq. Maşını mən özüm 2 il bundan qabaq almışam. İndiyə qədər heç bir ustaya getməmişəm. Düzdür, maşın alanda gərək əvvəlcə onun vəziyyətinin yaxşı olmasını yoxlamaq lazımdır. Bu vacib şərtdir. Çünki köhnəlmiş, pis vəziyyətdə olan maşın alıb, sonradan bu maşın yaxşı deyil demək, maşın haqqında təsəvvürü səhv yönləndirməkdir. Kim almaq istəyirsə Honda 2009, bu çox gözəl modeldir, çox ekonomdur. Hazırda Azərbaycanda ən çox tələb olunan nədir bizdə? Ekonomiya, benzin sərfiyyatı, benzin qiymətləri günü-gündən bahalaşdığı halda biz özümüzə hər bir halda, hər bir seçim eləyəndə ekonom bir maşın axtarırıq. Bu da bizə təklif olunan bazarın ən yaxşı maşınlarından biridir. Maşının texniki xüsusiyyətləri haqqında danışım sizə. Deməli, maşın motoru 1.3 motordur, daxili yanma mühərriki 1.3'dür. Amma bir dənə də elektrik mühərriki var. Bu maşın hibrid sayılsa da tam hibrid sayılmır. Yarı hibrid versiyadır. Prius'tan fərqi ondan ibarətdir ki, elektrikli motoru ilə tam şəkildə hərəkət eləmir. Ona elektrik motora daxili yanma mühərriki də kömək eləməlidir. Ekonomiya cəhətdən Prius'tan heç də geri qalmır. Maşının texniki özəlliklərinin, yəni internetdə var bu maşın haqqında. Mən qısa məlumat verim. 88 at gücüdür. Özünün göstərilən zavod verdiyi güc 88 at gücüdür. Amma elektrik mühərriki də bəzi yerlərdə ona dəstək verir, gücünü çoxaldır. Amma praktikada qənaət olaraq heç də Prius'tan geri qalmır. Çünki motor balaca olduğu üçün həmişə qənaət rejiminə meyillənir. Praktiki cəhətlərindən mən sizə danışım. Bu maşın özünü necə aparır? Bir var zavodun verdiyi göstəricilər, bir də var real həyatda. Çünki həmişə nəzəriyyə praktikadan biraz fərqlənir. Praktika nəzəriyyənə uyğun üst-üstə düşməyə bilər. Burada maşının qənaətçil olmağında zavod göstərir ki, deyək ki, şəhər içi 5, 5.6, trasta 4, 4.5 litr yandırır. Ancaq bu çox faktor, bu çox şeydən asılıdır, çox faktor buna təsir edə bilər. Yolların vəziyyəti, havanın vəziyyəti, küləyin vəziyyəti, sonra deyim, enişlər, yoxuşlar, sərfiyyatı biraz orada fərq yarada bilər. Amma dediyi kimi zavodun göstərdiyi göstəricilərə daha çox yaxındır. Maşın 1.3 motordur, ancaq buna baxmayaraq normal gücü var. Heç vaxt heç bir enişdə ya yoxuşda özünü zəif aparmır. Enişdə yox, əslində yoxuşda. Yoxuş yuxarı qalxmaq deməkdir. Orada hələ yolda qalan insan görə bilməzsiniz. 5 nəfərlə, içində yüklə də istədiyi kimi hündürlüyə, yüksəkliyə qalxa bilir. Maşının salonu nə çox genişdir, nə də çox dardır. 5 nəfərlik sedandır. Rahat oturmaq olur. Düzdür. Maşın digər böyük sedan modelləri kimi istədiyiniz genişlikdə deyil. Deyim ki, superdir, yüksəkdir, yox. Arxa biraz dardır. İndi mən sizə göstərəcəm birazdan. Gəlin, bagajını göstərim.
Bagaj genişdir. Burada ən maraqlı xüsusiyyətlərdən biri budur ki, maşının bagajı kifayət qədər genişdir. Bunun altında, sideniyaların altında qabaq tərəfdə elektrik motorunun batareyaları yerləşir. Batareyalar orada yerləşir. Nə var içində? İçində bir dənə zapas şəkəri var. Şəkər olur zavodda gələn. Bir də burada onun açarı və digər dəstləri olur. İndi bunda yoxdur. Siz alıb qoya bilərsiniz. Əgər boyunuz 1.85-dən yuxarıdırsa, bu maşını almaq məsləhət görülmür. Niyə? Çünki arxa oturacağı axıra qədər çəkməyə məcburiyyətinə qalacaqsınız. Boyunuz 1.85-dən aşağıdırsa, çox rahat şəkildə istifadə edə bilərsiniz. Belə bir mənfi cəhəti var. Əgər hündür boylu adam da sürə bilər. Belə problem yaratmır. Mən də sürürəm. Ancaq sideniya tam arxaya verilir və arxada oturan adam üçün ciddi problem yaranır. Arxa biraz daralır. 1.70 boyuna qədər insanlar rahat otura bilər, diz boyu və başı da dəyməyəcək. Ancaq ondan biraz hündür adamlar çox çətinlik çəkəcək, biraz problem olacaq. Dediyim kimi, boyu hündür olan adamlar üçün necə bir problem yaradır? Gəlin göstərim. Qapıları da çox gözəldir. Qapının böyüklüyü o qədər gözəl effekt yaradır ki, sanki bahalı bir maşın sürürsən. Otururuq maşına. Maşına oturanda bu sideniyanı mən axıra qədər vermişəm. Verməsəm, dizlərim dəyir bura. Mənim boyum 1.90-dır. Hündür boylu adamlar üçün problemdir. Və pedala basanda da qazdan sonra eyni vaxtda ayağını götürüb tormuza qoya bilmirsən. Çünki rol imkan vermir. Məcbursan ki, ayağını dabanla bir yerdə qaldırıb tormuza basasan, dabanla bir yerdə qaldırıb qaza basasan. Başqa maşınlarda kimi yerində dabanı yerə qoyub idarə edə bilmirsən hər ikisini. Ən böyük mənfi cəhəti. Hündür boy adamlar üçün, yenə deyirəm, yəni mənfi cəhət deyil bu. Boy hündür olan adamlar üçün bu problemdir. Ona görə bu sideniyanı axıra qədər vermişəm dala. Bu sideniyanı axıra qədər dala verəndə, görək dalda nə baş verir. Otururam arxaya. Bu vəziyyətdə. Başım dəyir. Başım dəyir. Qatlanmışam. Uzun müddət belə yol getmək olmaz. 10 dəqiqə belə yol getsəm belin ağrımağa başlayar. Ancaq boyun alçaqdırsa, yenə deyirəm, rahat şəkildə yəqin ki oturmaq olar. Və qabaqdakı sürücünün də boyu alçaqdırsa və maşını alçaq deməyək də, yəni orta normal boydursa, sideniyanı qabağa, oturacağı qabağa verəndə burada rahat şəkildə otura bilir. Hər kəs rahat şəkildə otura bilər. Amma yox, hündür adamlar üçün yenə də problemdir. Çünki hündür boylu adamlar hər yerdə problem yaranır onlar üçün. Hansı maşın olur olsun, bir problemi çıxacaq. Bazarda Honda Insight'ın ən böyük rəqibi Prius idi, Toyota Prius. Ancaq 20 Kuza Priuslar özünü doğrultmadı və bazardan demək olar ki, hal-hazırda yığışdırılıb. Onların ən böyük problemi yağ yemə problemi idi. Honda Insight'da isə 2009-cu modelində qətiyyən yağ yemə problemi yoxdur. Ancaq bunun restyling modellərində yağ yemə problemi yarandı. Onun restyling elədilər bəzi şeylərini 2011-ci ildən sonra. Nə idi burada fərqlər? Qabaq bamperində biraz dizayn fərqləri elədilər. Qənaətçiliyində təxminən 100 kilometrə 100 ya 200 qram benzin sərfiyyatı azaldı. Sürüş hissiyatını biraz yaxşılaşdırdılar. Ancaq yağ yemə problemini düzəldə bilmədilər. Yox, ümumiyyətlə bunda yox idi. Yağ yemə problemi yarandı. Bu mühəndislər bunu hesablaya bilmədilər. Düzdür, Yaponiya mühəndislərinin, Honda'nın mühəndisləri bunu bacarmadılar demək biraz absurd, gülməlidir. Ancaq həyatda elə şeylər var ki, onlar praktikada fərqli, nəzəriyyədə fərqlidir. Onu praktikada istehsal edəndən sonra gördülər ki, belə bir yağ yemə problemi var. 2011-ci ildən sonraki modellərdə. 2009-cu il modelində belə bir problem qətiyyən yoxdur. Sadəcə bunun korobka yağını tez-tez dəyişmək lazımdır, sürətlər qutusunun yağını. Çünki bunun əsas sistemi sürətlər qutusu üzərində qurulub. Sürətlər qutusu variatordur. Variator sistemidir. Variator sisteminin avtomatik sürətlər qutusuna fərqi nədir?
bu keçişlər arasında hiss elətdirmir. Hiss eləmirsən maşının sürətini artıranda, azaldanda hiss eləmirsən. Sadəcə axır gedir. Bu çox mükəmməl bir şeydir. Ona ən çox sevdiyim xüsusiyyətlərindən biridir variator. O başqa hansı modellərdə var, hansı firma maşınlarında var bilmirəm. Amma Honda'nın çox yüksək bir, keyfiyyətli bir xüsusiyyətidir o. İndi sizə motorunu göstərəcəm. Bu motor İMA motoru. İMA deyəndə IMA yazılır Azərbaycan dilində. Yerini tapa bildim. İMA, Integrated Motor Assist. Çox mükəmməl bir motor sistemidir. Bu da Yaponiyalı mühəndislərin kəşfidir. Onlara aid bir texnologiyadır. Super motordur. Elektrik motoru ilə daxil yanma mühərrikini bir yerdə istifadə edir. Bu daxil yanma mühərrikidir. Bunun altında 6 sm qalınlığında olan elektrik mühərriki var. Çox da nazikdir. Akkumulatoru çox balacadır. Yəni çox da ucuzdur. Bu qənaətçil ekonom model olduğu ona görə deyilir ki, hər şey ucuzdur. Detalları tapılandır. Akkumulatoru ucuzdur. Sonra sizə deyim, bax indiyə qədər motor bir dəfə açılıb, bir dəfə usta burada problem axtarmayıb. Sadəcə vaxtı çatanda 5000 kilometrdən bir yağı dəyişmək lazımdır. Yağın dəyişmək, bir də 30-40 min kilometrdən deyilir ki, sürətlər üstündəki yağı dəyişmək, variatorun yağını dəyişmək çox vacibdir. Çünki bunda bütün yük əsasən variator sisteminin üzərindədir. Variator sistemi tənzimləyir. Ona görə də onun yağını tez-tez dəyişmək lazımdır ki, maşında problem yaranmasın. İndi bağlayaq bunu. İndi isə maşının paneli haqqında danışım. Maşını ilk dəfə xoda salanda ekrana xeyli sayda elektron işarələr gəlir. Bunlar normal bir şeydir. Bu xəta demək deyil. Maşını xodlayandan sonra isə bu işarələrin demək olar ki, əgər problem yoxdursa, xəta yoxdursa, hamısı çıxır gedir. Sadəcə solda bu mavi işarə görürsünüz, C yazılan. O motorun qızma müddətini göstərir. O işarə oradan itəndən sonra deməli artıq sürüb yolunuza davam edə bilərsiniz. Motor işləməyə hazırdır. Bu aşağıda gördüyünüz xəta var, hansı ki yanıb sönür. O təkərin içində bir sensor var. Təkərin havasını göstərir. Ancaq bu modellərdə demək olar ki, o özünü doğrultmadı. Çoxu adam onu ümumiyyətlə söküb atır. Təkər hava normal vəziyyətdə olduğu halda yenə də o yanıb sönməyə başlayır. Sanki xəta varmış kimi, amma əslində xəta yoxdur. Onu alıb dəyişə də bilərsiniz. 35 manata bazarda var. Ancaq şikayət edir insanlar ki, alıb dəyişirik, biraz vaxtdan sonra yenə başlayır xəta verməyə. Ona görə onun orada xəta göstərməsi ciddi problem deyil. Maşında iki cür sürüş rejimi var. Bir var normal, bir də var ekon. Orada görürsünüz, ekon yazılan knopka ekranda da görsənir. Yəni, o deməkdir ki, ekonom rejim aktivdir. İndi mən onu söndürürəm və ekranda da itir. Yandırıram, ekrana gəlir, söndürürəm, itir. Yəni, bu o deməkdir ki, ekonom rejim maşını aşağı sürətdə 60-da, 70-də sürdüyünüz zaman maşın ekonom rejimə keçir, daha az yanacaq sərf eləməyə başlayır. Bu da çox praktik, çox yaxşı şeydir. Əgər sürətlə sürməyə xoşlamırsınızsa maşını, normal şəkildə sürürsünüzsə, bu çox effektlidir. Yəni, şəhər içində xüsusilə daha yaxşıdır. Yuxarıda sürət göstəricisi yuxarıdadır, bunu da xüsusilə qeyd olunub, göstərilib. Podpresin altında çox gözəl bir görüntü yaradır. Gecə də çox gözəl işıqları var bunun. Paneli ekonom paneldir. Bu hazırdır ki, bu maşın ekonom klası sayılır. Yəni full komplektasiya deyil. Belə bir displey var, radiosu var. Burada kondisioneri var. Kondisioner əllə idarə olunur. Yuxarı azalır, çoxalır. Peçdir. Peç çox yaxşıdır. Peçi də, kondisioneri də çox gözəldir maşının. Çox pratik istifadə olunur. Yəni tam razı salır insanı. Burada əsasən CD ilə istifadə olunur. 2009-cu il model olduğuna görə flash kart yeri yoxdur, amma 2011-ci ildən sonraki modellərdə var. Bir də AUX kabeli ilə qoşula bilərsiniz.
Burada balaca bir cib var. Nə işə yarayır? Özünüz qərar verirsiniz ona. Burada qabaqda 2 dənə, 3 dənə ciblər var. Bu maşında qol qoymaq üçün podlokotnik deyirlər, yoxdur. Burada stakan yerləri var. Amma bəzi komplektasiyalarında qol qoymaq üçün də yer var. O qiymətə təsir edən amillərdir. Qapılarda belə bir cibləri var. İstifadə edə bilərsiniz onlardan. Şofer tərəfdə də var cib. İstədiyiniz formada istifadə edə bilərsiniz. Pəncərələr knopka ilə enir, qalxır. Sadəcə sürücü tərəf avtomatikdir, özü enir, qalxır. Digər tərəfləri isə ancaq knopkalarla endirib qaldırmaq, idarə etmək mümkündür. Bu da bayaq haqqında danışdığım variator korobka, sürətlər qutusu. Deməli, nə var? Bütün maşınlarda olan kimi P, parkovka R, arxaya N, neytral D, qabağa vermək üçün və bunda əlavə olaraq 2 dənə funksiya var. S və L. Bu funksiya haqqında çox adam məlumatlı deyil. Bəziləri deyir ki, bu S sport rejimdir. Əslində belə deyil. S görsələr, S burada əgər yoxuşa çıxdığınız zaman S rejiminə atdığınızda maşın daha çox güc sərf eləyir və daha rahat şəkildə qalxmağa başlayır. L isə enişdən aşağı düşdüyünüz zaman L rejiminə atırsınız və o sizi aşağı maşının həddindən artıq yellənməyinə, sürətlə getməyinə imkan yaratmır. Normal şəkildə maşın aparır. Çox gözəl belə bir xüsusiyyəti var. Gəlin indi isə dəniz qırağındayıq. Gəlin sürək, görək qumda batırmı? Sonra asfaltda sürərik. Hələlik bu qumlu yerlərdə sürək, görək maşının dənizdə özünü aparmağı necədir. Əgər birdən plaja gedərsinizsə, orada nə vəziyyətlə qarşılaşacaqsınız, onu göstərək. İndi isə gəldik belə bir problemli yola, qum var. Görün, bu maşın qumda batacaq, yoxsa yox, özünü necə aparır? Buradan keçdik. Oha, sanki altı sürtdü. İndi daha böyük problem. Qum topasının içindən batmadan keçə bilirikmi? Əgər dənizə zada getsəz, bunları nəzərə alarsınız. Düzdür, daha indi həddindən artıq dərin qum olan yerlərə girmək mənasızdır. Amma belə bu boyda qum topalarının arasından keçə bilir. Baxın burada, sən çox buradadır. Problemsiz keçdik. Yüngülvari sürüşür qumda, ancaq özünü çox yaxşı aparır. Maşının yerindən sürətlənməsi o qədər güclü deyil. 100 kilometri 12 saniyəyə yığır. Niyə? Çünki bu yarış maşını deyil. Yerindən yavaşca sürətlənir. Ancaq yola çıxandan sonra bas getsin. İstədiyiniz sürəti yığa bilərsiniz. Kitabçasında yazıldığına görə 186 km/saatda sürətlə gedə bilir maksimum. Ancaq bir dənə mənfi cəhətlərindən biri də yavaş sürətlənməsidir. Bu da normaldır, çünki maşın qənaətçil maşındır, yarış maşını deyil. Niyə çox sürətlənmə yoxdur? Çünki benzinə, ekonomiya qənaət eləsin. Motorun səsi demək olar ki, eşidilmir pəncərələr bağlı olanda. Amma qaz verəndə biraz motorun səsini eşitməyə başlayırıq. 1.3 motorun, 1.3 əjdahası, canavarı. İndi gəlin bu podyumda yoxuşa qalxaq. Görək necə yığır. Yenə də motorun səsi yoxdur. Pəncərələri bağlayım. Motorun səsi yoxdur, amma yoxuşda 84, 83, 84 sürətlə qalxırıq. Rahat şəkildə. 12% yoxuşdur. Necədir? Sürün də. Bundan yuxarı hara gedəsiniz? Qaxa da gedə bilərsiniz. Zaqatalaya, İsmailliyə. Getmişəm bu ilə qaxa. İstədiyiniz yerə rahatlıqla çıxır. Ancaq orada benzin sərfiyyatı çoxalır. Deməli, yoxuşda, həddindən artıq yoxuşlarda sürəndə benzin sərfiyyatı xeyli artır. Bunu da nəzərə almanızı xahiş edirəm. Yəni, düz yoldakı kimi sərfiyyat olmur. Sərfiyyat artır. Sonra təəccüblənməyin ki, mənim kimi. Bu niyə benzin çox işlədir? Hal-hazırda bazarda bu maşının qiyməti 9.000-13.000 arası.
dəyişir. Manat 19-13 min manat arasında dəyişir. Vəziyyətindən asılı olaraq təbii ki. Ancaq çünki bu maşınların resursu 400 min, 500 minə qədər hazırda özünü göstərir. Sürülən maşınlar var. 200 min və 300 min arası getmiş maşınları yəni almağa dəyər.